Dini təhsil alan bir xanım və yaxud da sizin elə Bəli. institutun tələbəsi olan bir xanım o hicab geyinməlidirmi? Hicab geyinirlərmi? Bu şərtdirmi? Yoxsa bu tam azad? Biz dünyəvi dövlətdə yaşayırıq. Yəni insanlar öz dini inancına görə istər hicab taxar, istər taxmaz. Bu onların sərbəst seçimidir. Və biz Azərbaycan İlahiyyat İnstitutunda da xanımlarımız gəlib təhsil alanda sən hicab taxırsan, sən taxmırsan və ya sən hicab taxmalısan, sən taxmamalısan deyə belə bir bizim qaydamız yoxdur. İnsanlar gəlib, bizim hicablı tələbələrimiz də var, bizim hicabsız tələbələrimiz də var. Hər biri gəlib təhsil ala bilərlər. Amma biz onlardan bir şərt tələb edirik. Siz yaxşı oxuyacaqsınız, əsas bizim meyarımız oxumaqdır. İkincisi, İlahiyyat İnstitutunda oxuyursunuz siz. Ədəbinizlə, əxlaqınızla, dürüstlüyünüzlə, doğruluğunuzla cəmiyyətə nümunə olacaqsınız. Çünki bilirsiniz, Peyğəmbərimiz insanlara nəzəri bilikləri aşılamırdı daha çox. Nə ilə insanlara dini təbliğ edirdi? Nümunə olmaqla və Qurani Kərimdə də Allah Rəsulunda sizin üçün böyük bir nümunəlilik, böyük bir örnəklik var buyurulur. Bu baxımdan biz tələbələrimizdən bunu istəyirik. Yoxsa qeyd etdiyim kimi dünyəvi dövlətdə insanlar və dünyəvinin gözəlliyi də budur məsələ deyim. Dünyəvi dövlətdə din dili ilə desək münafiq yetişməz. Münafiq nədir? Zahirən mən inandım deyir, amma daxilən inanmır buna. Dünyəvi dövlətdə bunun üçün yəni münafiq yetişməsi üçün hər hansı bir şərait yoxdur. İnanan açıq şəkildə inandığını deyəcək, inanmayan da açıq şəkildə inanmadığını deyəcək. Bu onun hüququdur. Şübhəsiz ki, nəticə, yəni biz inancımıza görə nəticədə də qərarı biz vermirik. Nəticədə qərarı Allah verir, Tanrı verir.